Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, bu gün baxacağıq 4 may 2025 tarixində güvən nəşrlərinin keçirdiyi sınav imtahanı nizamına vaxt itirmədən başlayaq suallarımıza. Deməli, birinci sualda nə istəyir? Unicode standartında kodlaşdırılmış 32 səhifədən ibarət mətn faylının hər sətrində 32 simvol var. Faylın həcmi 8 kilobaytdır. Fayldakı sətr sayını müəyyən edin. Deməli, beləsinə də bizdə düzdürmü? Düzdür. Səhifə vurulsun sətr, vurulsun simvol. Düzdür? Yəni ki, bizim səhifəmiz var. 2 üstü 5 dənə vurulsun x sətrimiz və hər sətirdə də 32 dənə simvolumuz, yəni 2 üstü 5 də bu da. Vurulsun nə? Unicode-da bir simvolumuz bizim neçə baytdır? 2 bayt. Bərabər olub nəyə? 8 kilobayt. Buradan deməli, tapaq bizim sətrimizi. X bərabərdir. 8 kilobayt 2 üstündə 3 yazıram. Baytı çevirəcəm 2 üstündə 10-a vururam. Böləcək deməli neçəyə? 2 üstündə 11-ə. 2 üstündə 11-ə böləndə deməli bundan bu gedin aşağıda 2 üstü 1 qaldı. Oradan da 2 üstü 2 mənə neçə qaldı? Buradan 4 qaldı. Düzdür? 4. İndi bu 4 nə idi? Biz deyirik ki 32 səhifə, hər səhifədə falan qədər sətr, hər sətirdə 32 dənə simvol və s. İndi bizim bu tapdığımız 4, x-i tapdıq 4. Bu hər səhifədəki sətrin sayıdır. Hər səhifədə. Yəni mənim bir dənə səhifəm var. Burada 4 dənə sətr var. Beləsinə bunu demək istəyir. 1, 2, 3, 4 dənə. İndi yaxşı, bəs 32 dənə səhifəm varsa, deməli 4, 2 üstü 2 vurulsun. 32-də 2 üstü 5. Bu da 2 üstü 7. Bu da neçə yiyir? 128 dənə. Deməli, fayldakı ümumi sətrin sayı nə qədər oldu? 128 dənə. Növbəti sualımıza deməli 62-ci sualda görək nə istəyir bizdən. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A bərabər deməli F1, 2, 3. Nə edirik? X-in yerinə deməli 1, Y-in yerinə 2, Z-in yerinə də 3 yazırıq. Başlayaq həll eləməyə də. X bərabər deməli X-dan Y-in cəmi bizə neçə verəcək? 3. Y bərabərdir deməli 3 plus Z, yəni 3. Bu da neçə verəcək? 6. Deməli x-in yeni qiymətinə baxırsın, ona görə z bərabər deməli z çıxılsın 3 çıxılsın x. 3-dən, yəni z-in bu 3 qiymətindən bu 3-ü çıxanda 0, 0-ın üzərinə y, yəni 6-nın gəlində 6 edəcək. Onda deyir, return elə nəyə qaytar? Bunların cəmini. Deməli 6, 6, 12, o da 3, bizə neçə qaytarır? 15. Deməli biz tapdıq ki, A-mızın qiyməti neçə oldu? 15. İndi yeni f yarandı, deməli 15. Vergül 15 plus 2 17 və bir dənə də 3-ümüz var. Print indi bunu çap eləməliyik. Baxaq. İndi yenə x-in yerinə yazıram 15, y-in yerinə 17, z-in yerinə neçə yazırıq? 3 yazırıq. Deməli, yazırıq x bərabərdir x plus y. Deməli, 15-in üstünə 17 gəlir neçə edəcək? 32. Y bərabərdir x plus z. 32-in üstünə gəldi 3-ü. Elədi neçə? 35. Z bərabərdir. Z neçədir? 3-dən çıxdıq 32-nin mənfi 29. Bunun da üzərinə gəldi y, yəni 35. Bu da bizə neçə verdi? 6 verdi. Sonda nə deyirik? Yenə cəmləyirik hamısını. Bu da neçə edəcək? 32, o da 6, 38, bu da 35. Neçə edir? 3 yazdıq bir yerdə 73. Y variantı. 63-cü sual. Ruslan sözü şifrləndikdən sonra uzun nəsə söz alındı. Eyni açar ilə Bahadur sözü şifrləndikdə hansı söz alınır? Deməli, R-dan O-ya keçibsə, buradan bir dənəsini yoxlasaq bəs edəcək. Deməli, R-dan O-ya 1, 2, 3, 4. A bərabər əmsalımız bizdə neçə oldu? 4-ə bərabər oldu. İndi Bahadur sözünü o şəkildə nə etməliyik? Kodlaşdırmalıyıq. Deməli, necəyik? Birinci hərflər onsuz da hamısında E-dir. İkincilər D-dir variantlarda. Sonra nəyimiz var bizim? Üçüncü hərflə bir iş görmək olar. Yaxşı, gəlin H hərfinə baxaq. 1, 2, 3, 4, 5, 6 və 7. Üçüncü H hərfinə baxaq. Niyə görə? Çünki bir dənə ki E'dir. Burada da eyni şeylərdir. Yəni, baxmadım mən bunlara. Ona görə üçüncü H hərfindən 4 əmsal hesablayıb. Deməli, 1, 2, 3 və 4. Nəyə düşdü? J hərfinə gördüyünüz kimi. Amma burada deməli, üçüncü hərfinə də i-dir. Ona görə Y variantı getdi.
Yaxşı, Y variantı getdi. Başqa nə edək biz? Deməli, dördüncü hərf. Dördüncü hərflə də nəsə eləmək olar. Deməli, ikinci hərfimiz burada A idi. İkincisi nə idi? D idisə, dördüncü hərf A-dırsa, deməli, dördüncü də D olacaq. Onda C olanı atdıq. Bunu da atdıq. Qaldı bizə A ilə C variantı. Deməli, bir dənə hansına baxaq. Axırdan ikinci hərf baxın, U hərfinə. Y ilə Z görsüz fərqlidir. Bir dənə U hərfinə də baxırıq, nəsəm tapırıq. Deməli, 1, 2, 3, bu da 4. Z-ə düşdüyünə görə götürəcəm hansı variantı? C variantını. Davam edək. Deməli, 64. Verilənlər bazası cədvəli verilmişdir. Nəsə, sorğusuna əsasən hansı sətirlər gizlənər? Gizlənər, elə nəticə nə çıxacaqsa onu da götürəcək də. Yəni, bu sorğu bizə hansı ədədləri versə, o elə gizlənənlər olacaq. Not deyirik. Deməli, yəni notda onlar görsənməsin, o birisilər görsənsin. Deməli, çıxarış var olanlar var. Buradadır, buradadır. Elədirmi? Mərtəbəsi 6-dan kiçik olanlar. Mərtəbəsi 6-dan kiçik olanlar 4, 1, 4 və 5. Elədir. Yaxşı, indi burada end olduğuna görə, buradan kəsişmədən bizə nə qalacaq? 4 ilə, yəni mərtəbə 4 və 1 qalacaqdır. Kəsişən bunlar. Bunların da aidiləri neçədir? 3 və 4. Bunları qeyd elədik. Yaxşı, indi baxaq birinci mötərizəmizin içərisinə. Deməli, qiymət 140 mindən kiçik, otaq 2-dən böyük. Bir dənə otağa baxaq, 2-dən böyük, 3, 4, 3, 4, düzdür. 140 mindən kiçik nə idi? Qiymət 140 mindən kiçik. Deməli, bura 7, 135 min bu. 125 min, düzdür. Bunlar yenə burada da orta end olduğuna görə biz ancaq kəsişmələri götürürük. Sonra hansıdır? Bir də 3-də və salam. Otaq 3-ə yəni. Deməli, aidləri bunlar nədir? 1-dən 5. 1-dən 5 də buradan çıxır. Elədirmi? Yaxşı, indi ortada nə var? Or var. Bu tapdıqlarımız biz oraya bu bizə neçə verəcək? Elə 1, 3, 4 və 5-i verəcək. Düzdür, belə bir nəticə verir. Ən sonda bu mötərizələrin qarşısında nə var? Not var, düzdürmü? Not olduğuna görə elə gizlənən bunlar olacaq. Bizdən də nə istəyir? Gizlənən. 1, 3, 4, 5 eləyəcək cavabımız. B variantı. Aşağıda verilən yaddaş ölçülərinin artma sırası ilə düzün. Deməli, biz bunları nəyə keçirdək? Bayta gətirək də. Bayta gətirək, görək nə var mı? Deməli, 1024 baxın bu 2 üstü 10 vurulsun 10'dur da bitdən bayta keçində böldünüz 2 üstündə. Buradan sizə neçə qaldı? 1280, yəni 2 üstü 7 vurulsun 10'da 1280 bayt budur. Belə. Dördüncüdür. Üçüncü öz yerində qalsın. 4095 bayt. İkinciyə bir dənə baxaq ki, ikincidə nə çıxır. Kilobaytda onda 1024'ə vuranda 3072. 72 bayt da budur. Deməli 32 2 üstündə 5'dir. Kilobitdən bitə keçir 2 üstü 10'a vuraq. Bitdən də bayta 2 üstündə 3'ə böləcəm. Burada da qaldı 2 üstündə 7. O da 5, 2 üstündə 12. Bu 4096. 4096 bayt da birincidir. Yaxşı, indi bizdən nə istəyirdi? Artma sırası ilə. Artma sırası ilə ən kiçik budur. Ən kiçik budur. Deməli 4. Ondan sonra 1. 4095. Ondan sonra da 4096. 3 və 1. 4, 2, 3, 1. Nə olur? B variantı. Yəni səsimiz işləyirmi? Bəli, işləyir. Deməli, 66-cı sual. ABCD 8'lik say sistemində 4 rəqəm ədəddir. A böyükdür B-dən. Deməli, B-dən o böyükdür C-dən, o da böyükdür D-dən. Aşağıdakı mülahizələrə görə ABCD ədədinin 16 say sistemindəki qarşılığını tapın. Deməli, A 8'lik say sistemində ən böyük rəqəmdir. Deməli, A nəticə olacaq 7. D 8'lik say sisteminin 5-ci rəqəmidir. 5-ci rəqəmi olacaq 4. 0, 1, 2, 3, 4. Baxın.
1, 2, 3, 4, bu da 5. 5-ci rəqəm nə oldu? 4 oldu. Bu nəyə dedi? C-yə. C-yə getdi 4. B sadədir ya. B-ni gözləyəcəm, hala bilmirəm hansıdır. Deməli, D 8-lik say sisteminin ən kiçik rəqəmidir. Bu da 0 olacaq, düzdür? İndi heç B-ni gözləmək lazım deyil. Bu arada sadə olacaq neçə? 5. Deməli, 8-lik say sistemində aldıq beləsinə bir ədəd. Düzdür? Bunda da nəyə deyir? Çevir. 16-lıq say sistemində. Deməli, 7 3 dənə 1-dir. 5 1 0 1-dir. 4 1 0 0-dır. 0-dakı elə 3 dənə 0. Biz bunu deməli 4 ayırsaq 16-lığa çeviririk də. Burada heç nə yoxdur 0. Bu deməli düşür 4 ilə 2-nin altına bu birlər. Cəmi verəcək 6. Bu 1-dəki 8 4 2 1 hər birinin altına düşəcək. Yəni mən buradan beləsini yazsam. Onların hamısını cəmi mənası verəcək 15, yəni ki F. Olacaq neçə? F 6 0 16-lıq say sistemlər. C variantı. Verilmiş cədvəl fraqmentində C1 xanasında yazılmış düsturu C1 DX diapazondakı xanalara köçürüldü. C4 xanasının qiymətini müəyyən edin. Deməli, baxın beləsinə deyək. Burada bizim düsturumuz ki var. Bunu mən köçürdəcəm, baxın bura. Buranın hər birinə. Yəni, diqqətli köçürdək. Deməli, bunu sağ tərəfə köçürsək bərabərdir. B-miz olacaq necə? Nə? C. Dollar 1 qaldı yerində. Plus dollar A yerindədir. Bir də yerindədir. Yaxşı, bunu deməli aşağıya bura köçürsək. Buradan da bura köçürsək bizə nə verəcək? Özü bir dənə nə edir ona bax. B1 plus A1. Bu bizə nə verdi? 3. Düzdür, 3 bura. Deməli 3 bura aşağı düşəndə B dəyişməyəcək. B1 olduğu kimi qalacaq həmişə. Çünki baxın 1-in qarşısında dollar var. 1 onsuz da dəyişmir. Birinci sətir. B-dəki sütun üzrə düşdüyümüzə görə B də dəyişməyəcək. Deməli 2-yə olduğu kimi baxırıq. A1 isə bu sətir 1 həmişə dəyişəcək. Deməli birinci 2-nin üstünə 1 gəldik. Biz bura 3 almışdıq. Gələn dəfə deməli 2-nin üstünə bu 5-i gələcək. Bura 7 alacaq. Sonra 2-nin üstünə bu 3-ü gələcək. Buradan neçə alırıq? 5 almış oluruq. Yaxşı, bunlar getsinlər. Yəni bu sağdakına baxaq. C1 plus A1. C1 neçədir? 3-dür. A1 də 1-dir. Bura bizə neçə verdi? 4 verdi. Yəni şuradan yazaq. Bizə 4 verdi. Deməli yenə də aşağı düşəndə baxın burada C1-ə toxunmuruq. Olduğu kimi qalacaq. Yəni bu C1 yeri. A deməli bu heç qaldı beləsinə onsuz da dəyişməyəcək, aşağı düşürük. 1 isə hər dəfə dəyişəcək. Deməli 3-ü mən bir dəfə bu 1 ilə topladım, bura 4 yazdım. 3-ü bu 5 ilə topladım. Yazdım deməli bura 8 və 3-ü bir də bu 3 ilə toplayacağam 6. İndi deməli 3 7 5 burada, 4 8 6 burada. Bizdən nə istəyirdi? 4 xanasının qiymətini. D4-də nə deyir? D1 D3 diapazonu. Hə, heç bunlar bizə lazım deyil, olmadı. Biz ancaq bura istəyir. Buranı da cəmi etəcək. 6, 4, 10, bu da 8, 10, 8. D variantı. Verilmiş HTML fraqmentin əsasında doğru fikri seçin. Deməli, A variantı. İstinad göstəricisi internetdə qrafik fayl. İstinad internetdə web səhifə. Deməli, istinad göstəricisi internetdə qrafik fayl. İstinad göstəricisi. Baxaq görək. HTTPS güvən.az hər nəsə qrafik fayldır. Bəli, qrafik fayldır. Göstəricimizdə düzdür. İstinad isə internetdə web səhifə. İstinad isə o da internetdə web səhifə. Cavabımız A variantında. Davam edək vaxt itirmədən. Zümrüd.jpg faylının tamadı aşağıdakı kimidir. Faylın yerləşdiyi qovluğun daxilində yeni qovluğu yaradıldı və fayl həmin qovluğa köçürüldü. Faylın köçürüldüyü qovluğun yolunu tapın. Deməli, yerləşdiyi qovluq desktop düzdür. Bunu mən burada bir dənə də yeni qovluq açsam, yeni qovluq. Faylı deməli bunun içinə gətirdik, köçürdük. Buradan getdi.
Bir dənə uzantısını yazıram. Özünü yazmıram. Baxın bu formaya düşəcək. Oradayıq. Hə, belə. Buradan yoxa çıxdı. Failin keçirdiyi qovluğun yolunu tapın. Deməli qovluq budur, yeni qovluğu. Bunun da yolu bura qədər olacaq. D deməli 100 edir. Burada A ilə B eyni. Bax, ikisi də eynidir. Hani bu? D variantı. Doğru cavabımız olur D variantı. Müəyyən bir standartda kodlaşdırılmış qrafik fayl CMYK standartına keçirildikdə həcmi 10 kilobayt artdı. Daha sonra deməli 75% faili sıxıblar. Sıxıldıqdan sonra failin həcmi 15 kilobayt azalır. Fayl ilkin kodlaşdırıldığı standartın rəng dərinliyini müəyyən edin. Yaxşı, beləsini yeyək də bunu. 2 mərhələli yeyək. Deməli biz bura baxsaq, baxın. Mən buradan ayırıram. Buradan ayırıram. Aşağıya baxaq, sonra yuxarı baxaraq. Daha sonra fail 75% sıxıldı. Sıxıldıqdan sonra failin həcmi 15 kilobayt azaldı. Düzdür? 75% sıxıb 15 kilobayt azaltmışam. Deməli bunun 75%-i 15 kilobayt belədir. Yaxşı, 100%-i nə verəcək? X bərabərdir 100 vurulsun 15 bölünsün 75-də. Bu neçə yer? Bundan bu getsə 5, 100-ü 5-ə bölündü. X bərabər oldu neçə? 20. Düzdür? 20 kilobayt. Yaxşı, indi belə deyim. Məsələn, burasına qədər, bax, bura qədər elə bir şey. Daha sonra deyil. Bura qədər mən 20 kilobayt almışam. Daha sonra bu 20-ni 75 sıxmışam da, düzdür? Deməli, bura qədər olan proseslər ki var. Bura qədər olan proseslərdən mən 20 kilobayt almışam. Mənim əlimdə qalan 20. Yaxşı, indi burada deyir ki, CMYK standartına keçirildikdə həcm 10 kilobayt artdı. Bu hər hansısa bir X1 faylıdır. Bunun həcmi 10 kilobayt artırsa, bu 20 kilobayt olursa, deməli bu neçə dəfə artıb? 2 dəfə artıb. Əvvəlki həcmdə 10-dur. 10-dur. 2 dəfə artıb 20 oldu. Başa düşdünüz? Yəni ki, əvvəl də burada hesablama uzun-uzadı aparmağa ehtiyac yoxdur. 2 dəfə artıbdır ki, bu 20 kilobayt. Buradan x tapırıq ki, 10-dur. Deməli 12 dəfə artıb ki, 20 oldu. Bu getdi. İndi mən bilirəm ki, rəng dərinliyi ilə həcmi mənim düz mütənasibdir. Elədirmi? Yaxşı, indi düz mütənasibdirsə, mən CMYK-yə keçəndə, CMYK-da bir pikselim 32 bitdirsə, mənim həcmim 2 dəfə artıbsa, deməli rəng dərinliyim də 2 dəfə artıb. Düzdür? Bunda 2-yə bölünür neçə edəcək? 16. Deməli mənim köhnə rəng dərinliyim 16 olubdur ki, bunu 2 dəfə artırıb 32-ni almışam. Nə olacaq cavabımız? A variantı 16 rəng dərinliyi. Yaxşı, davam edək. Keçək növbəti sualımıza. Yəni çalışın imtahanda vaxtdan qazanasınız da. Sualları, hər bir sualı qısa yolunu getməyə bacarın. Alqoritm nümunəsində klaviaturadan ədəd daxil edildikdə nəticəni müəyyən edin. Deməli, alqoritmə baxaq görək nə iş görür. Bu hissəyə baxsaz deməli, son rəqəmini götürür, təzədən ona tam böləcək. Nə edir bu? K deyir kiçiksə A-dan. K nədir? Mənim son rəqəmimdir. A nədir? 10-dur. 10-dan kiçik demək. Kiçikcə S-in üstünə K gəlir. S burada 0-dır. Yaxşı. Deməli, birinci K 7-ni almışdı. Düzdür, ədədin son rəqəmidir. 7-ni gəldik. Sonra üstünə görək nə gələcək. A da bərabər oldu K-ya. Dəyişdi oldu 7. Düzdür. Aha. Burada ancaq kiçik olanda işləyir də. Yaxşı, bu dəfə bu sonuncu rəqəm aldı. İndi mən gəlib növbəti dəfə. Bax, bura ona bölüb bu dəfə əlimdə bunları saxlamışam. Bax, bura qədər bunlar. İndi bunu təzədən gəlirəm ona bölürəm. Düzdür, ona bölürəm, altını alıram. Altını alıram. Təzədən bir dəfə düşürəm burada ona tam bölürəm. Əlimdə qalacaq 31, 43 bu heç. İndi deyir ki, K kiçikdir mi A-dan? K-ya bir dəfə 6 almışam. Bu rəqəm. A-da da 7 mənim sənə. Fərq yox. Bildik. Deməli, beləsini yeyək. Deməli, bu dəfə 7 ondan kiçik idi. Bəli, getdi. 6 7-dən kiçikdir. Bəli, 6-nı da götürdük. Və K-da həmçinin 6 o. A-da həmçinin 6-ya çevrildi. 3 6-dan kiçikdirmi?
Bəli, 3-ü də gəldik. 2 də gəldik. 1 də gəldik. A oldu, bu dəfə 3. Yaxşı, 4 3-dən kiçikdirmi? Yox, yoxla gəldik. Bu dəfə getdik. 1 3-dən kiçikdirmi? Bəli, çünki hələ ki 3 qalmışıq da, A-mız bizim 3 qalıbdır. Baxın, bu hissəyə girmədikdə biz yoxla getdik. 1 3-dən kiçikdirmi? Bəli. 1-i də gəldi üstünə. 3 1-dən kiçikdirmi? Yox, hə, 3 1-dən kiçikdirmi? Yox, vəssalam. Yenə yoxla gedəsiniz. Ədədlər qurtardı. Oldu rəqəmlərimiz bunlar. Deməli 4 3 7 3 10 və 6 1 17. Y variantı. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. A bərabərdir Sara, B bərabərdir list. Deməli B bərabər olacaq. Səs bilmirəm nə vəziyyətdədir. Çünki yağış başladı. Mikrofon yaxşı, arxa fon təmizləyirsə yaxşıdır, təmizləməyibsə üzürlü sayın. Deməli B bərabərdir list A, S daxil oldu, sonra A daxil oldu, R daxil oldu və A daxil oldu. Düzdür? Beləsinə bir siyahımız yarandı bizə. İndi burada nə istəyir? Düzdür, təmizləyək. İndi burada nə istəyir? Deyir B.count. B-nin içərisində, B bizim bu siyahımız. B-nin içərisində say nəyi? A-nı. Əgər sayı birdən böyükdürsə, bunu icra edəcəyik. Əks halda else düşüb bunu icra edəcəyik. Amma burada diqqətli olursunuz da, siz diqqətli olursunuz nəyə baxırsınız. Burada simvol A demir, dırnaq içərisində sizə A göstərmir ki, B-nin içərisindəki A simvollarının sayını say. Elsinə bir şey demir, diqqətli olursunuz. Bizə deyir ki, A dəyişən olaraq deyir. A dəyişəndə nə var? Bizim burada sətrimiz var. Həmin sətr Sara sətri B dəyişənin içində, gül siyahısının içərisində. Sayı birdən böyükdür? Yox. Heç yoxdur axı bunun içərisində. Bunun içində ancaq S hərfidir. A-dır, ödə bir də A-dır. Vəssalam, onu götürürsünüz else. Else düşəndə nə deyir? B-də mənfi birincini sil. B-də mənfi birincini siləndə mənfi 1 sağdan bir nömrəliyirsiniz. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Mənfi birinci A-dır, bu gedir. Buradan sizə nə qalacaq? Sar B variantı. Davam eləyək. Qəşəng sualdır, diqqət tələb edən sualdır. Yəni burada dırnaq yoxdur, ona görə diqqətli olursa məqamlardır. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Deməli, A bərabərdir işıqlı, A bərabərdir replace, deməli, i-ni i ilə əvəzləyəcəyik. Deməli, i nə oldu? I oldu. Bunu belə eləyək. Öyrəncdə yazır. Gözümüz ağlamasın. Təzdən nə deyir? I-ları da i ilə əvəzlə. Yaxşı, təzdən bu i oldu. Bu da i oldu. Bu da i oldu. Print A elə işıqlı. İşıqlı A variantı. Düzgün IP ünvanı müəyyən edin. Düzgün IP ünvanı müəyyən edin. Bu sualları necə edirsiniz? Deməli, baxaq görək. Nəyin yanında nə ola bilməz? Baxın, C-dən sonra D gələ bilməz. Çünki burada 5810 yaranır. C-dən sonra D gələ bilməz. Görürsünüz, burada var. D variantı getdi. Sonra nə edə bilmək? D-dən sonra C gələ bilərmi? 258 yaranacaq. Bax, D-dən sonra C gəlsə 258 yaranır. Deməli, D-dən sonra da C gələ bilməz. D-dən sonra C gələ bilməz. A variantında var, getdi. Təfsirdə cavabımız çıxdı. B-də var, getdi. Y-də də D-dən sonra C var, getdi. Cavabımız olur nə? C variantı, amma gəlin düzək də hər ehtimala qarşı. Deməli, D nədir? 10.2. A nədir? 27. Nöqtə. C nədir? 58. B nədir? Nöqtə 136. 4 dənə hissəmiz var. Hər biri 0-255 arasıdır. Heç bir problem yoxdur. Cavabımız nə olur? C variantı olur. Deməli, 75-ci sualımıza baxaq. İfadəsində x sistemi rəqəmləri cəmini tapın. Onluğa keçirdəcəyik. Deməli, 2x plus 2 üzərinə gəlsin. 3 çıxılsın. X çıxılsın 1. Deməli, bu niyə çıxılsın 1 yazdım? Birbaşa yazdım da. Baxın, bu çıxılsın x plus 1-dir də. O da mötərizəni açılır, çıxılsın 1 yazdım.
Deməli, x çıxılsın 1 bərabərdir. Burada da nə var? 3x-imiz var bizim. Bu x-lə bu x getdi. 3-dən 1 çıxdıq. Burada qaldı bizə 2. 2x plus bu 2 yəni ki 4 bərabərdir 3x-ə. 4 də bərabərdir 2x-i bu tərəfə keçirdən x-ə. X bərabər oldu nəyə? 4-ə. Nə deyirdi? X say sistemindəki rəqəmlərin cəmini tapın. Dörtlük say sistemində də 0, 1, 2, 3. Bunların da cəmi sizə neçə verəcək? 6 verəcək. E variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X bərabər 5, y bərabər 3, x vurulsun y böyükdür ondan. Bəli, 15 edəcək. Bu böyükdür, böyükdür. Print x plus 3. X plus 3 nədir? 5 plus 3, 8. Düzdür. Enddə görürsünüz boşluq var. Burada bir dənə boşluq yaranacaq. Sonra görək nə çap olunur. X 7-dən böyükdürmü? 5 7-dən böyükdür. Yox. Y 5-dən böyükdürmü? Yəni 3. Y-in qiyməti 5-dən böyükdürmü? Yox. Else gəldik. Y vurulsun 2. Y neçə idi? 3 idi. 3 2 yaranda 6 çap olunur. 8 və 6. A variantı. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. A bərabərdir. Nəsə siyahımız for range len A-2. Sonda 2 dənəsindən işimiz yoxdur. Deməli, istəsəz özünüz saya bilərsiniz. Vərdişdən. Deməli, i faiz 2 bərabərdir 0. Burada indeksdə 0, 1, 2, 3, 4, 5. İ'ni deyil, indeks A. İndeks tütürsə, nə edəcək? A, i bərabərdir. Yəni 5 dəyişib olacaq nəyə? A, i üzərinə gəlsin A0. A, i yəni A0 üzərinə gəlsin A0. 5-in üstünə 5 gəldik 10. Düzdürmü? Aha. O birişlər qaldı. Hər dəfə də yazmaq istəmirəm, amma diqqətli 7, 4, 8 yazaq getsin. Sonra nə istəyir? Deməli, bu indeksə dəyməyəcək, ancaq cütlər. Deməli, ikincidə düşdük. Deməli, 3 dəyişib nə olacaq? Baxın, bu 3 dəyişib nə olacaq? Bu 3. 3 plus A0. Çünki deyir A-E, yəni 3-cü üzərinə gəlsin A0. Artıq siyahımız dəyişib bu yuxarıdakı nə olduğunu geçsin. Deməli, oldu 10, vergül 1. Bu 3-ün də yerində nə oldu? 13. Çünki bu 3-ün üstünə bu 10 gəldi. 6, 3, 7, 4, 8. Deməli, bu 6 olduğu kimi qalacaq. Bu 6 qaldı yerində. Bu 3 dəyişəcək amma. Bu 3 dəyişəcək. Bu da nə olacaq? Yenə deməli 3 plus 0-cı 10-dan yenə 13 olacaq. 11, 13, 6, 13, 7, 4 və 8. Ondan sonra 5-lə bir işimiz yoxdur deməli təkdir. Qalanları da ki qaldı yerində. 4-dən 8 də qaldı yerində. Hansı variantı? D variantı. Yəni dəhşət başıma ağrıyır. Ona görə bir halsızlıq var. Deməli, uyğunluğu müəyyən edin. 1. Printer, şırnaqlı B. Lazerli C. Skaner deməli, maqnitli A. D. B, C, A, D. B variantı. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Rahatdır məsəl Python suallar. Baxaq. Deməli, belə K1 düzdürmü? 1. X bərabər oldu D1. D1-i gəlib buradan axtaraq. A bərabərdir 1 plus 3 plus 2, 7. 7-ni də 2-yə vurdu 14. Neçə oldu? 14. X bərabər oldu D 14. Bu dəfə D14-ü axtaraq. 14 ilə biz bura gələndə 3 plus 2, 6. Üstünə də 14 gələndə 20. 20-ni də 2-yə vuranda 40. Bu da bizə neçə qaytardı? 40. X-in təzə qiyməti 40-dır. 40-ı da 3-ə vuranda 120. D5 xanasında yazılmış C4 plus Y2 düsturu hansı xanaya köçürülə bilməz? Deməli, bunlar necə istirahət?
4'ü mən minimum 1'ə endirə bilərəm də, düzdür? 1'ə. Y-ni də ən aşağı A-ya düşürdə bilərəm. Elədirmi? Bunlar mənim sərhədlərimdir. Bu nə demək? 4'dən mən 1 çıxanda 3. Yəni sətrimi -3 azalda bilərəm. Y-dən A-ya da nə edə bilərdik? A, B, C, D, Y. 1, 2, 3, 4. Deməli, -4 də, düzmü sayılır? 1, 2, 3, 4. -4 də mən sütunumu azalda bilərəm. Məsələn, bu mənim limitlərimdir. İndi baxaq variantlara. C2. Deməli, D-dən C-yə -1 gələ bilərəm sətr. Problem yoxdur. 5-dən 2-yə -3 sətrim gələ bilər. Problem yoxdur. Yaxşı. B variantına baxaq. D-dən Y-yə. D-dən Y-nə +1-dir, problem yoxdur. 5-dən 1-ə burada -4-dür sətrim. Baxın, mən maksimum -3 azalda bilərəm. B variantı olmaz. 4 azalma var orada. Yəni ki, sən deyirsən ki, 5-dən 1-ə sətrimi 4 azalt, düzdür. Mən bunu 4 azalda bilməyəcəm axı. C0 yazacağım, olmaz axı. Olur, cavabımız nə? B variantı. Python dilində verilmiş proqramın alternativi hansıdır? Əvvəlcə baxaq görək proqramımız bizim nə işləyir, ondan sonra alternativ taparıq. Deməli, input ədəd daxil elədik. İ'miz neçədir? 1-dir. 1 kiçik bərabərdir daxil elədiyimiz məsəl üçün 5-dən. Düzdürmü? Düşdük aşağı, 1-in üstünə 1 gəldi 2. 2. Hər dəfə də bunları çap edirik. 2-ni çap edirik, 3-ü çap edirik, 4-ü çap elədi. Axırıncı dəfə gəldi 5, 5-dən kiçik bərabərdir. Bəli, düşdü 5-in də üstünə 1 gəldi, 6-nı da çap edəcək deməli. Beləsinə bir şey. Düzdürmü? Belə bir şey. Yaxşı, 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 yaxşı. Yaxşı. Burada gördüyünüz kimi i'nin qiyməti 1-dir, 1-i çap edir, A variantı getdi. 1-dir, i'ni çap edir, B variantı getdi. C-də 2-dir, 2-ni çap edir, bu ola bilər. Ola bilər, ola bilər. Deməli, 5 daxil etsək, 5-in üstünə 2 gəlir, 7, 7 də axırıncı da götürmürük, deməli 6-dır sonuncu. 2-dən 6-ya. Cavabımız C variantı. Başa düşdünüz bunu? Baxın, 5 plus 2, 7, Python'da sonuncuya dəyəmirik, 6. 2-dən 6-ya qədər çap olur. Cavabımız C variantı. Zahid, Xalid, Nurullah, Rövşən, İlkin və Yusif qaçış yarışında aşağıdakı mübahisələrə uyğun yer tutdular. Deməli. Yarış məsələlərini eləyəndə mən rəqəmləmirəm adətən. Belə səpələngi formada yazıram. Biraz məsafəli şəkildə. Sonra sırasını düzəcəm. Deməli, Zahid finala yaxın 4-cü yerdə qaçanı keçdi. 4-cü yerdə qaçanı keçsə, bu heç bu 4-cü yerdədir. Bunu yazaq. Bu Zahid 4. Rövşən finişə Nurullahdan sonra Zahiddən əvvəl çatıb. Deməli, Rövşən buradadır. Onda Rövşən olacaq 3. Nurullahdan sonradır. Nurullah da burada. Nurullah da 2. Düzdürmü? Əslində bunu da 100% demək olmaz. Yox, beləsin. Məcbur deyil ki, Nurullah 2-dir. Birdə də olur. Yəni, baxaq, deməli, 4 Zahid idi bu heç. Rövşən Nurullahdan sonra Zahiddən əvvəl. Deməli də bu ki, Rövşəni mən bura qoyuram, amma nömrə yazmıram. Nurullahdan sonra Nurullahdan. Yusif ilkini keçə bilmədi. İlkin orada dələk bilmirəm. Nurullahdan sonra 4 nəfər yarışı bitirdi. Nurullahdan sonra 4 nəfər bitiribsə, deməli 1, 2, 3, burada da bir dənə 4. Xət qoyuram ki. Deməli. Yaxşı, onda biz beləsinə. Bu arxada da 2 dənə əlavə adam varsa, onda Rövşən elə 3 olacaq. Nurullah olacaq neçə? 2. Düzdürmü? Çünki arxada 4 nəfər qoydu bu. Yaxşı, indi Yusif ilkini keçə bilmədi. Yusif ilkini keçə bilmədisə, burada yuxarıda da bizim birinci yerimizdə var. 1, 5, bu da 6 yaza bilərik yerləri. Deməli, Yusif ilkini keçə bilmədisə, onda
Halit yarışı neçənci yerdə bitirdi? Yusif ilkini keçə bilmədisə, Yusif əgər Yusif ilkini keçə bilmədi. Yusif ilkini keçə bilmədisə, mən Yusifi bura qoysam, ilkini bura qoysam, Yusif ilkini keçə bilmədi, düzdür. Onda Xalidə qalır 6. Burada cavab çıxmır axı. Yoxsa mən mi görə bilmirəm? Və yaxud da Yusifi bura qoysam, ilkini bura qoysam, Xalidi bura qoysam, yenə də Yusif ilkini keçə bilmir. Keçə bilmir. Və yaxud da ki, bir dənə də belə deyə bilərəm. Bayaq bura ilkini qoymuşdum. Kimi qoymuşduq? Nəsə də yadımdan çıxdı. Deməli, Yusifi bura qoysaq, burada ilkinlə Xalidi ikisi də ola bilərdi. Deyək ki, Yusif ilkini keçə bilmədi. Mən ilkini bura qoydum, bura qoydum. Bir önəm daşıyır, Yusif keçməyib də. Keçə bilmədi də. 1-ə də qoysam keçə bilmir, 5-ə də qoysam keçə bilmir. Yəni biraz nə bilim, kəskinlik yoxdur sualda. Xalid yarışı neçənci yerdə bitirdi? İlkini keçə bilmədi. Keçə bilmədi deyəndə ilkin məsəl üçün 1-də də olsa, Yusif axırda olsa keçə bilmir, ilkin 5-də də olsa, Yusif axırda olanda keçə bilmədi. 5 və yaxud da 1. Konkret bir şey yox. Elementar olaraq yaxınlaşsaq, belə çox dərinə getməsək, ilkini keçə bilmədi. Bu yəqin ki, yan-yana fikirləşiblər onda. Yusuf bura, ilkin bura, Xalid bura, onda birinci yer. Amma yenə də düzgün deyil də, nəsə, mənə görə düzgün deyil. 1. Biləriniz yazarsınız o sualla bağlı. Deməli, 80-cidə nə istəyir? A1, C5 diapazonuna görə yazılmış fikirlərdən hansılar doğrudur? Deməli, diapazonda 15 xana var. Baxaq, deməli, A, B, C. Sətrimizdə 1-dən 5-ə 5 dənə sətrimiz var. 3 vurulsun 5, 15 doğrudur. 1. 1. Diapazonda 3 dənə sütun var. Bəli. 2. Diapazonda 3 dənə sətri var. Yox, 5 dənə sətri var. 5 sütun var. Yox, 5 dənə sətri var. 20 dənə xana var. Yox, 1, 2, 5. Verilmiş qraf nümunəsi üçün qurulmuş qonşuluq matrisində sıfırların sayını müəyyən edin. Deməli, bir dənə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 81 dənə ümumi mənim 0 və 1-im var. 81 dənə. 9-u 9-a vuranda. Düzdürmü? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16-nı da 2-yə vuranda 2 tərəflilərdə 32 dənə mənim nəyim var? Birlərim var. Birlərim var. 81-dən də 32 çıxanda neçə yeyəcək? 81-dən 32 çıxanda neçə yeyir? 40, 49. Bunların sayını istəyirdi 49-dan. Aşağıda verilmiş HTML fraqmentinə əsasən düzgün fikirləri seçin. Deməli, nizamlanmış siyahının ikinci elementi qırmızı ilə yazılıb. Nizamlanmış siyahı və yaxud da nömrələnmişdir deyə bilər, fərqi yoxdur. Baxırıq, deməli, OL-dədir. İkinci element qırmızı ilə mi yazılıb? Bəli. 1. İşarələnmiş siyahının birinci elementi eyni enli yazılıbdır. Burada görürsünüz ki, TTTB yoxdur. Bir səhvdir. Ondan sonra nizamlanmış siyahının birinci elementi kursivdir. Deməli, nizamlanmış siyahının birinci elementi kursivdir. Xeyr, birinci elementi TT'dir. Ondan sonra 3 getdi. İşarələnmiş siyahının birinci elementi qalındır. Baxırıq, deməli, gəlirik bura işarələnmişə. Birinci element, baxın, BTB-nin içərisində doğrudur. Nizamlanmış siyahının elementləri 3 və 4-dür. Yenə düşdük nizamlanmışa 3 və 4. Doğrudur, cavabımız 1, 4, 5. 1, 4, 5, 86-ya keçək.
Cədvəldəki verilənlərə əsasən C and not B and not A sorğusunun qiymətini müəyyən edin. Diaqramlarımızı çəkək biz. Əgri dəldə olsa çəkdik. A bərabərdir 150, B bərabər 100, C bərabərdir 120. Yəni baxaq bizdən haranı istəyir, ondan sonra davam edir. Deməli, C and not B and not A. C and not B and not A. Düzdür, bizdən baxın buranı istəyir bu hissə. Biz axtarırıq buranı. Təkcə C olan. Aha. Deməli, 3-ün kəsişməsi neçədir? 10. Bura 10. A and B 30. A and B 30. 30'dursa bura 10'dursa bura neçə qaldı? 20. A and C 20. A and C 20. 10'dursa bura qaldı 10. B and not C. B and not C 70. 70'dirsə deməli 70'dən də 20 çıxanda bura qaldı bizə neçə? 50. 50, 50. Yaxşı, bura 50'dirsə deməli neçə 30, 80, 100'dən də 80 çıxdıq. Bura neçə qaldı? 20. Və sonunda 120 də buradır. 120'dən bu 20 çıxanda 100, 100'dən də bu 20 çıxanda 80. Buranı axtardıq. Cavabımız neçə oldu? 80. 87-ci sualımıza baxaq. Uyğunluğu müəyyən edin. Qalın şrift deməli 1-ə D variantı, mərkəzi düzləndirmə 2-yə Y variantı, kəsmək, Ctrl C A variantı. D, Y, A. 88 alqoritmin blok sxemini tərtib edin. Necə deyək, bunu burada mı yazaq səliqəsiz, yoxsa Word-dən mi yazaq? Demək, alqoritm blok sxemini quracağıq. S bərabərdir 1 plus 3 vurulsun 4 bölünsün 2. Yaxşı, bu hissəyə baxsaq. Bu hissəyə baxaq. Görürüz ki, m plus 1, aşağıda m minus 1, burada da m var. Mən dövr verəcəm buna. B-sinə yazaq da bunu. B-sinə yazaq. Deməli, i bərabərdir, i bərabərdir. Birinci hasilim mənim vuruğum. 3-də düzdür, 3. 3-dən deyək n-ə qədər. Düzdür, n-ə qədər. N-ə qədər, n-ə qədər. B-sinə n-i bir dənə daxil edək. Biz n-imizi daxil edək. S-imizi 1 verək. Dəmləmə eləyəcək. Burada başlanğıc da var. Onu özünüz imtahanda yazarsınız. Başlanğıc deməli. Hesabımızda nə edik? S bərabərdir. S plus i vurulsun i plus 1. Baxın, buradakı kimi yazıyorum. Sadəcə n-in yerinə yazırıq. Deməli, i vurulsun i plus 1. Bölünsün nəyə? I minus 1. I minus 1. Vəssalam. Buradan çıxıb gələcək təzdən buna. Buradan da gəlirik nəyə çap edirik? S-imizi çap edirik. Sonlandırırıq. Bu qədər. Mətin olmadı bu. Deməli, klaviaturadan daxil edilmiş mətn fraqmentində sözlərdəki simvol sayını yan-yana düzərək natural ədəd çap edən proqram qurun. Deməli, bunu nə edək də, nə edək? Məsəl üçün, mən daxil eləmişəm bunu. Balaca bir şey götürüb, bu sətri düzdür. Burada nə çıxır? Sözlərdən 5 çıxır. Boşluqdan 6 çıxır. Simvoldan 7 çıxır. Nə qəşəng yapacağıq? Buradan ədəd çıxsın 567. O belə. Deyəsən bir şey istəyib bizdən. Yazaq da. Yazaq.
Demək, sətrimizi daxil edək. Daxil edən kimi yığacağam siyahıya. Siyahıya yığacağam. Sonra siyahıya birbaşa müraciət edəcəm. Ki, o mən məsəl üçün nə dedik, sözlər boşluq simvolu düzdür. Yəni mən oradan sözləri götürüm, sonra sözləri sayacağam. Sayacağam. Sətrə çeviririm, yapışdırım sətrdə. Sonra da int eləyərik də. Deməli, n bərabərdir. Input nöqtə split. İndidən çevirək. Nöqtə split deməli. S bərabərdir nə? S-dən verək, vərdiş eləmiş. S bərabərdir boş bir sətr. N birbaşa müraciət elədim. Deməli, mən siyahıma. Deyirəm ki, S bərabər olsun S plus STR len i. Len i nədir? Yəni, məsələn, sözlər və yaxud da boşluq və yaxud da simvolu necə dediyimizi. Len i. Neynəsin? Saysın. Sayandan sonra axı ədəddədir. Ədəddədir. Ona görə onu sətrə çevirsin. Ki, mən bura yapışdıra gələ bilim. S-ə. Yapışdıra gəlim. Axırda int eləyərik. Heç ehtiyac yoxdur. Sadəcə orada ədəd olaraq deyil. Deməli, print S-i çap eləsəz görəsiniz vəziyyət nədir. Int S də verə bilərik. Fərq yoxdur yəni. Bir önəmi yoxdur. Neydi? Sözlər boşluq simvolu dediyimiz eləyək. Sözlər. Niyə 667? Mən bəyəxəm səhv saydım. Hədə sözlər 6 hərfli deyil. Mən niyə 5 demişəm? 667. Deməli, proqramımız beləsinə. Və artıq baş ağrısından gözüm görmür ekran. Yox, 6 deməli 5-dən. Neyse. Klaviaturadan daxil edilmiş natural ədədlərdən ibarət n elementli siyahının indeks elementləri ilə tək elementlərinin cəmini tapan proqram qurun. Deməli, biz bunu belə edək də. Əvvəlcə sizə söhbət nədən gedir onu deyim sonra. Beş. Düzdür. İkinci indeks. Nə istəyir? Deyir ki, 3 indeks. Məsəl üçün burada 4 var. 6 var. Yox, 3 indeks. Mən səhv dedim. Bir dəqiqə. Baxın, cüt indeksli. Bu düzdür. Elementləri ilə tək elementlər. Və 3, 5, 7 bunları. Cüt indeksli tək element bir dəfə cəmlanır. Düşdük. Yaxşı, beləsinə biz əvvəlcə n sayda element olan bir siyahı yığaq, düzəldik. Necə yiyək? N bərabərdir. Int input. B bərabərdir. Boş siyah verəcəm, həmin siyahı yığıraq. Orayım. Deməli, range n. B nöqtə. Həpin deyək nə? Int input. Bir də əlavə dəyişənə vermə. Nəyi səhv elədim? Təzdən saysın. Bir də əlavə dəyişən verib təzdən B-yə yığmadım da. Elə B nöqtə app yazıram. Int inputda əlavə elədik tərsinə. Daxil olan kimi də yığdı siyahıya. Düzdür, indi bizim siyahımız düzəldi. Yaxşı, deyirəm ki, cəmləmə eləyəcək. Burada bir dənə 0 verək. S bərabərdir 0. For i in range. Deməli, len B siyahıya indeksdən müraciət edək.
Deyirəm ki, if bi nə deyirdi? Cüt indeksli elementləri ilə tək elementlərin cəmi. Yaxşı, burada deməli biz təkli bu elementdə düzdür yoxlayıram. 2-yə bölünəndə bərabərdir 1-ə. Yəni təkdirmi? Və ya indeksi cütdür. İndeksi cütdür. Yəni ki, elementin özü təkdir. Orada sağın solun hər hansı biri ödənsə işləyəcək. İkisi də ödənsə işləyəcək. Və yaxud da ki, indeksi cütdür və salam. Onda nə edirik? S bərabər olsun. S plus BI elementi nə edirik? Toplayaq. Ən axırda da print edirik. S-imizi çap edirik. Deməli, bax ki, 5 dənə olsun bəs. Belə, bizə neçə verdi? 7. Yaxşı olmadı. 4 dənə olsun. Aha, 17, baxaq. Deməli, bunun indeksi nədir? 0, 1, 2, bu da 3. Nə deyirdi bizdən? Elementin özü tək olsun. O 5, sonra 7, və 3. Düzdür? İndeksdə cüt olan. İndeksdə cüt olan da var da. Burada da yenə hamısı cəmləndi. Nəsə, yaxşı ədədlər verə bilmədim. Yenə hamısı cəmləndi. Burada nə təyirdi? 0, 1, 2. Deməli, 2 ilə 2, 4. Burada da cəmləndi. Yaxşı, bir dənə bəyəsini yiyin. Verək. Verək. 2, 2, 2, 4. Baxın, indi burada 0, 1, 2. Yəni, bunun indeksi nədir? Cütdür. 2-ni toplayır, 2 plus. Bunun indeksi nədir? Cütdür. Bu 2-ni də topladı. Bizə neçə verdi? 4. Buranı niyə toplamadı? İndeksi cüt deyil. İndeksi təkdir. Ona görə bundan bir şey yox. Proqramımız beləsinə. Çalışın proqramı qurmaları. Heç kimə baxmadan özünüz eləməyə çalışın. Heç kəsə baxmadan. Cavablara baxmadan. Nə bilim, hansısa test işləyirsiniz, demin test olsun, hər hansı olsun, cavablarına baxmadan eləməyə çalışın. Çünki öz beyin məhsulunuzu kiminsə elədiyi yazdığı kodun arxasında, kölgəsində qoymuş olursunuz. Düzdə yol göstərmək yaxşı bir şeydir, amma məsəl üçün öz fikirləşdiyin hər hansısa bir şey ola bilər. Mən göstərdiyim kodu görəndə istər-istəməz düzdür, elə də təsir eləmir, amma istər-istəməz təsir edəcək ki, öz fikrinizə düşür ikinci plana. Artıq beyninə bu yeni fikir gəlir. Çalışın özünüz səhv edin, qayıdın o səhvinizi düzəltməyə çalışın, səhv eləməkdən qorxmayın. Səhv oldu. Yavaş-yavaş get-gedə sürətiniz artacaq. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Abunə olmayanlar zəhmət olmasa videolara abunə olmağı. Özünüzə belə çox böyük, çətin bir iş bilməyin. Çalışdığımız qədər, imtahana qədər sizlərin köməyində olacaq. Səs bilmədim necədir. Yorğunçuluqdur, yəni gördüyünüz kimi artıq 12 işləyib. Başımda dəhşət ağrıyırdı ya, videoya təzədən baxmayacağam, səsin keyfiyyəti necədir. Yağışda bir tərəfdən. Videonu yükləyəcəm bu şəkildə. Səsdə hər hansısa bir keyfiyyətsizlik olarsa üzr hesab edin. Hələlik.